Deməli, çox adam tanıyır buranı. Beşbarmaq adlandıran pirdir bu. Deməli, beşbarmaq adlandıran pirdir. Qabağında ki, obyektlər, kabab, mabab, nəysə. O öz işləri. Bu pirin dalında da ayaq yoldur. İki də qadınlar üçün ayrı, kişilər üçün ayrı. Adamın biri 50 qəpik. Söhbət yenə də ondan getmir. Söhbət ondan gedir ki, bu Allah şükür müəllim, Allah şükür Paşazadə müəllim məscidlərdən kəfəndən pul qazanırsan, məscidlərdə mərasim evləri tikilib, oradan pul qazanırsan, sonra məscidlərə rəis qoyursan, oradan pul qazanırsan. Heç olmasa bu pirdən də, pirin də qabağında nəzir qutuları var da, o divara pərçimləyirlər. Oradan da heç olmasa ayda bir 5-6 min oradan qatdalayırsan burada. Aşağısı ya, ən aşağısı. Heç olmasa tuvaletdən pul qazanma da, ay Allah şükür Paşazadə, ay şeyx, sənin güya bunlardan xəbərin yoxdur. Sənin və 56'larının, o gəlib sənin pullarını yığanlar xəbəri yoxdur burada. Ayıb deyə, utanın heç olmasa, vallahi utanın. Heç olmasa tuvaletdən pul qazanma. Ayıb daxı bu. Danışanda bu sizdən nə ibrət dərsi götürsün bu millət. Lakin birinin pulu yoxdur, saxlayıb orada ayaq yoluna getmək istəyir. 50 qəpik verməsə kəməlidir şalvarına. Ayıb deyir. Vallahi söz tapa bilmir, cəmaat sizə deməyə. Gözünüz doymur, özün adın da Allah şükür Paşazadə. Allaha şükrlərə də oldu əlində olan şeyləri, heç olmasa. Vacib tuvaletdən də pul qazanasan. Heç olmasa nədir 5-6 min gözün doymur, ben 5-6 min tuvaletdən qatdalayı qoysa hər ay civə. Ayıbdır, vallahi billahi ayıbdır. Milləti bezdirməyin, milləti dindən çıxartmayın.